Təbrik edirəm. Təşəkkür. Təbrik edirəm. Yubiley. Adam gönderin. Aptekten 15 qəpikli bir şey otudarmışsınız. Bu saat Kuzma Nikolaevich, bu saat. Bir de tapşırın. Kabilete teze su getirsinler. Başla Kuzma Nikolaevich. Başla. Su getirsinler kabilete. Başla. Teze su. Başla. Teze su getirsinler. Size 100 dəfə deyilməlidir. Allah üzülmüşəm. 4 gündür ki, gece gündüz yazıram. Gözlerimi bir dəqiqə yuma bilməmişəm. Səhərdən akşamacan burada yazıram, akşamdan səhərəcən evdə. Bir tərəfdən də bütün bədənim sətəlcəm olub. Üşümə, hərarət, öskürək. Ayaqlarım ağrıyır, gözlərimdə qaranlıq getirir. Özünü naza qoyan bizim bu əclaf idarə heyəti sədri bugün ümumi yığıncaqda bizim bank hazırda və gələcəkdə mövzusunda məruz oxuyacaq. Deməli, 2, 1, 6, 7. Kuzma Nikolaevich, buyurun. Bu da şey otudan size. Teşekkür. Sonra 6 0 1 6 o istəyir ki göze toz atsın. Amma mən budur. Oturup katorga düşən adam kimi onun için işləyirəm. O bu mərziyə bircə poeziya əlavə edib və salam. Amma mən yazıq hər gün sap şotkəsini şaqqıldadıram. Onu görüm lənətə gəlsin. Daha dözə bilmirəm. Deməli 1 3 7 0 1 vəd eləyib ki zəhmətimin mükafatını verəcək. Əgər hər şey yaxşı keçsə cəmaatın gözündən pərdə asmaq mümkün olsa vəd eləyib ki qızıl jeton bir də 300 manat mükafat versin. 300 manat, 300 manat. İşdir. Zəhmətim hədər getsə, onda qardaş, bağışla. Mən tünd məcaz adamam. Mən özümdən çıxanda cinayət də eləyə bilirəm. Bəli. Tebrik edirəm Andrey Andreyeviç. Tebrik edirəm. Sizə uzun ömür arzulayıram Andrey Andreyeviç. Teşekkür ederim. Sizə can sağlığı. Can sağlığı. Və bir daha can sağlığı arzu edirəm Andrey Andreyeviç. Teşekkür ederim. Əziz qulluq yoldaşlarım, bugünkü günü ömrümün en xoşbaxt günlərinin xatirəsi kimi lap ölənəcən yadımda saxlayacağam. Bir daha təşəkkür edirəm mərhəmətli ağalar. Bir daha təşəkkür Təbrik edirik Andrey Andreyeviç. Mənim əzizim, mənim hörmətli Kuzma Nikolaeviçim. Bankımızın 15 illiği münasibətilə
sizi təbrik etmək şərəfinə nail olmaq istəyirəm. Andrey Andreyiç, arzu edirəm ki... Təşəkkür edirəm mənim əzim, təşəkkür edirəm. Bu əlamətlər gün üçün yubiley xatirinə zənn edirəm ki, öpüşmək də olar. Olar. Çox sağ olun. Xidmətiniz üçün, hər şey üçün, hər şey üçün sağ olun. Nə qədər ki, bu bankın İdarə heyətinin sədri olmaq şərəfi mənə nəsib olub. Əgər bir xeyli iş görülürsə bunun üçün öz qulluq yoldaşlarıma borcluyam. Bəli əzizim, 15 il Şipuçinin ölmüşü üçün. Mənim əzizim, mənim məruzəm nə haldadır? Bir şey çıxır mı? Bəli, cəmsi 5 səhifə. Deməli, saat 3 üçün hazır olacaq, ha? Əgər heç kəs mane olmasa tutarram. Əla, çox pakizə. Deməli, ümumi yığıncaq saat 4-də olacaq. Əzizim, zəhmət olmasa birinci yarısını məruzanı ver, bir ətraflı öyrənim. Mən bu məruzəyə böyük ümidlər bəsləyirəm. Bu mənim, necə deyərlər, bu mənim ateşfəşanlığımdır. Ateşfəşanlıq Şipuçinin ölmüşü üçün. Amma yaman yorulmuşam, Kuzma Nikolayeviç. Bütün gecəni yatmam. Cürbəcür yuxular görmüşəm. Səhər səhey vurduqmuşam. Sonra bu həyəcanlar, bu alqışlar yorulmuşam. La, kokolo, Rəqəmlərdən gözlərim qaralır. 3, 1, 6, 1. Yenə bir yağmurçuluq. Bugün səhər arvadınız mənim yanıma gəlmişdi. Yenə də sizdən şikayət edirdi. Deyirdi ki, dünən axşam siz onun, bir də baldızınızın üstünə bıçaq çəkmişsiniz. Kuzma Nikolayeviç, heç sizdən gözləməzdim. Ay. Andreyiç, yubiley xatirinə sizə cəsarətlə müraciət edirəm. Xahiş edirəm, heç olmasa mənim bu iç əziyyətimi nəzərə alıb ailə həyatıma qarışılır. Dözülməz xasiyyətiniz var Kuzma Nikolayeviç. Siz çox yaxşı, hörmətli bir adamsınız, ancaq qadınlarla çox kobud rəftar edirsiniz. Mən başa düşə bilmirəm. Siz onlara niyə bu qədər nifrət edirsiniz? Mən də başa düşə bilmirəm, siz niyə onları bu qədər sevirsiniz? Yox, sizin nifrət... Oh, mərhəmətli ağalar, buyurun. Andrey Andreyiç, zəhmət olmasa protokol çəkin. Baş üstə bu dəqiqə. Oh, mənim əzizlərim bura. Buyurun mənim əzizlərim. Çox sağ olun. Təşəkkür edirəm mərhəmətli ağalar. Çox sağ olun Andrey Andreyiç. Çox sağ olun. Buyurun. Çox sağ olun. Buyurun. Çox sağ olun. Buyurun. Çox sağ olun. Buyurun. Bankın işçiləri eşitdiyimə görə istəyirlər mənə gümüş dolça, bir də adres bağışlasınlar. Bu böyük bir şey deyil. Bankın şöhrəti üçün bəzi dəbdəbə lazımdır. Siz öz adammışsınız. Özünüz də bilirsiniz. Adresi özüm düzəltmişəm. Gümüş dolçamdakı özüm almışam. Hələ adresin cüldü üçün düz 45 balat vermişəm. Bu böyük bir şey deyil. Məsələ belədir. Bizim bəzi Kuzma Nikolayeviç qulluqçular deyirlər ki, güya mən xırda-xuruşçuyam. Mənə yalnız o lazımdır ki, qapıların cəftələri möhkəm olsun. Sonra qulluqçular modalı geyinsinlər, küçə qapısında da yoğun qapçı dursun. Amma xeyr mənim əzizlərim, qapıdakı cəftələr və yoğun qapçı xırda-xuruş deyil. Mən öz evimdə meşan ola bilərəm, nə istəsə eləyə bilərəm, donuz kimi içə bilərəm. Mən xahiş edirəm, mənə söz atmayasınız. Sizə söz atmırsınız, axı sizin nə yaman xasiyyətiniz var, mən özüm üçün deyirəm. Mən öz evimdə donuz kimi yata bilərəm, çox içə bilərəm, bağışlayın, donuz kimi. Amma xatirim nə istəsə eləyə bilərəm, ancaq burada hər şey qayda qanun çərçivəsində olmalıdır. Bura bankdır. Burada hər bir şey dəbdəbəli, təntənəli görkəmə malik olmalıdır. Şipuçinin ölmüşü üçün. Əzizim, Kuzma Nikolayeviç, hər dəqiqə bura bank üzvlərindən deputat gələ bilər. Sizsə keçə çəkmə geyimsiniz. Bu şarfı bağlamışsınız.
Və eybəcər rəngli pencək geyimsiz, frak geyə bilərdiniz. Frak. Mənim üçün canımın sağlığı sizin bank üzvlərindən daha qiymətlidir. Mənim bütün bədənim sərxərcəm olub. Mən razılaşın ki, bu mədəniyyətsizlikdir. Siz ümumi ansamblı pozursunuz. zərər Bəli, yaptı. bəli, pozursunuz. Zərər yaptı. Deputasiya gəlsə, mən gizlənə bilərəm. Deməli, 7, 1, 7, 2, 5, bu da 0. Kuzma Nikolaevich, buyurun. Bu da təzə su. Çox sağ ol. Buyurun. Buyurun. Andrey! Aha! Of. Oh, təşəkkür edirəm Kuzma Nikolaevich, təşəkkür edirəm. Siz bugünkü şənliyə xanımları çağırmasaydınız, daha yaxşı iş görmüş olardınız. Boş-boş sözlər danışırsınız Kuzma Nikolaevich, boş-boş. Mən bilirəm ki, işıq görünmək üçün siz bugün bütün zalı arvadlarla dolduracaqsınız. Amma baxın ha, onlar bütün işləri körləyə bilər. Onlardan nə qaydasızlıq, nə mədəniyyətsizlik son çıxar. Kuzma Nikolaevich, əksinə, qadın bizim cəmiyyəti yüksəldir. Qadın. Bəli. Sizin arvadınız deyəsən savadlıdır. Bəli. Amma keçən həftə, bazar ertəsi, mənə elə sözlər dedi ki, 2 gün özümə gələ bilməmişəm. Axı, nədir? Özgə adamların yanında görünən sarışır. Doğrudur bu ki, ərim Dryaşki bankının aksiyalarını alıb, nəticədə də onların birjada qiyməti aşağı düşür. Bunu özgə adamların yanında deyir. Axı siz hər şeyi ona niyə danışırsınız? İstəyirsiniz ki, o sizi zibilə salsın? Min dəvə üzr istəyirəm, Andrey. Sizdən gözləməzdim, heç gözləməzdim. İstəyirsiniz ki, zibilə salsın sizi? Yaxşı, bəs deyir. Yubiley günü. Belə qəmli söhbətlər yaramaz. Ax, doğrudan da siz mənim yadıma saldınız. Bu saat mənim arvacığazım gəlməlidir. Əslində qalsa vağzala getmək, o yazığı qarşılamaq lazımdır. Ancaq vaxt yoxdur, həm də ki yorulmuşam. Düzünə qalsa, mən onun gəlməsinə şad deyiləm, Kuzma Nikolaevich. Yox, onun gəlməsinə şadam. Ancaq mənim üçün daha yaxşı olardı ki, o 2-cə gündə anasının yanında qalaydı. O tələb eləyəcək ki, mən bütün gecəni onunla keçirim. Halbuki nahardan sonra küçük bir ekskursiya nəzərdə tutmuşum. Ah! İndi də bədənim əsəblərimdən titrəməyə başlayır. Əsəblərim o qədər gərginləşib ki, boş bir şey üstündə ağlamağa hazıram. Yox, möhkəm olmaq lazımdır. Şipuçinin ölmüşü üçün möhkəm olmaq lazımdır. Ah! Adını çək, qulağını bur. İndicə sənin barəndə danışırdıq mənim əzizim. Darıxırsam, salamatsan məzizim. Bəli. Mən hələ evimizə getməmişəm. Vağzaldan bir baş bura gəlmişəm. Sənə çox şey danışmaq lazımdır. Artıq dözə bildim. Salam, Kuzma Nikolaevich. Salam. Əzizim, evimizdə hər şey sağ-salamat mı? Hər şey. Ancaq sən bu həftə içərisində yaxşılaşmısan. Hə, necə getdin? Çox yaxşı. Anamla Katya sənə salam göndərir. Hə, Vasiliy Andreyeviç tapşırıb ki, səni öpür. Vasiliy Andreyeviç. Hə, xalam sənə bir banka mürəbbə göndərir. Ancaq hamısı səndən inciyir. Niyə, Tanyoşa, niyə? Necə? Çünki məktub yazmışsın. Ziyinçikə tapşırıb səni öpür. Çox sağ ol. Heç bilirsən orada nə olur? Heç bilirsən? Danışmağa da qorxuram.
Amma gözlərindən görürəm ki, gəlməyimə şad. Yox, əksinə, sizin niyə? Şadam, niyə? Şad. Yazıq Katya. Zavallı Katya. Mənim ona elə yazığım gəlir ki. Elə ürəyim yanır ki. Əzizim, bugün bizdə yubileydi. Hər dəqiqə bank üzvlərindən deputasiya gəlirlər. Sənsə geyinməmisən. Deməli bugün yubileydi. Bəli. Təbrik edirəm cənablar, təbrik edirəm. Deməli bugün yığınca nahar olacaq. Ah, mən belə şeyləri çox sevirəm. Andrey, uzun müddət oturub bank üzvləri üçün düzəltdiyin o adresi bugün sən oxuyacaqsın. Əzizim, əzizim. Belə şeyləri danışmazlar. Bəlkə evə gedəydin, hə? Eyb yoxdur, eyb yoxdur. Evə Mən gedəydin. sənə hər şeyi lap əvvəldən danışmalıyam. Həm, yadındadır sən məni ötürəndə mən o Gömbul xanımla yanaş otururum. Vaqonda danışmağı sevmirəm. 3 stansiya, heç kəsə bircə kəlmə danışmadım. Elə heç kitab oxudum. Elə ki, axşam oldu. Başladım cürbəcür qəmli şeylər fikirləşməyə. Məndən üzbəüz cavan bir oğlan oturmuşdu. Pis değildi belə. Qarasındı. Tanışa. Danıştı, biraz danıştı. Sonra bir dənizçi, sonrası bir tələbə yanaşdı. Mən onlara dedim ki, ərdən deyiləm. Tanışa. Onlarsa benim başıma bax, beləcə hərrənirdilər. Akşama qədər çərənlədik. Qaraşın oğlan cürbəcür məzəli söhbətlər edirdi. Dənizçi isə elə hey oxuyur, həm də şeir söyləyirdi. Təsadüfən adımın Tatyana olduğunu biləndə, heç bilirsən belə oxudum. Onegin, mən gizlətmirəm. Tatyananı dəlicəsinə sevirəm. Tanışa, biz Kuzma Nikolaevича mam oluruq. Gedib Əzizim, yox. Qoy o da qulaq asın, çox maraqlıdır. Həm, Seryoja mənim üçün stansiyaya gəlmişdim. Orada bizə bir cavan oğlan yanaşdı. Pis deyildi, özünə görə yaxşıydı. Xüsusilə gözləri. Bir də ki, buğları. Seryojenka məni onunla tanış elədi. Sonra biz üçlükdə getdik. Hava çox gözəl idi. Tanışa. Bırakın! Olmaz! İçeri keçmek qəti qadağandır. Qəti qadağan. Sizə dedilər ki, qəti qadağandır. Evrəziyəni kimi yapışmışsınız. Çəkil! Buna bax. Mənə özü lazımdır. Özü. Müsaadə buyurun zat aliləri. Hüzurunuza gəlmişəm. Hüzurunuza gəlmişəm zat aliləri. Guberniya katibinin arvadı Nastasya Fyodorovna Merchutkina. Tanışa, bir dəqiqə əyləş. Sizə nə lazımdır? Müsaadə buyurun zat aliləri. Mənim ərim Guberniya katibi Merchutkin 5 ay xəstə oldu. O evdə yatıb müalicə olunduğu zaman heç bir səbəbi zadı olmadan onu istifaya bırakıblar. Mən isə onun maaşını almağa getdikdə isə görün onlar müsaidə buyurub nə ediblər. Onun maaşından 24 manat 36 qəpik çıxıblar. Soruşdum, nədən ötürü? Onlar görün mənə nə cavab verdilər. Dedilər ki, o yoldaşlıq kassasından borc alıb və ona başqaları zamin olublar. Necə yəni? Mənim razılığım olmadan onun pul götürməyə nə ixtiyarı vardı? Mən zəif, havadar olmayan bir qadınam. Mən kirenşillərlə dolanıram zat aliləri. Buyurun, bax, bu da kağız. İcazə verin, bu dəqiqə mən baxım. Lap başdan danışmaq lazım. Keçən həftə birdən anamdan məktub. Anam yazırdı ki, Grinzilevski adlı birisi bacım Katya vuruldu. Gözəl, təvəzzökar bir adamdır. Ancaq nə pulu var, nə də ki vəzifəsi. Anam yazırdı ki, təsadüfdən bizim Katya olan vurulub. Lütfün birinə. Anam yazırdı ki, mən tezliklə gəlib və ona təsir göstərim. Bağışlayın.
Siz məni lap çaşdırdınız. Siz, ananız Katya, mən çaşmışam, heç bir şey başa düşmürəm. Çox da vacibmiş. Sizlə xanım danışanda qulaq asın. Kuzma Nikolaevich, niçin siz bugün belə acıqlısınız? Hı? Vurulubsuz? Bağışlayın, lakin bunu eşitir. Mən heç bir şey başa düşə bilmirəm. Vurulubsuz, qızardınız. Tanyusha, bir dəqiqəliyə get kontor əzizim. Mən bu saat gəlirəm. Tanyusha, görünür siz istədiyiniz idarəyə düşməmsiniz. Əslində qalsa xahişinizin bizə heç bir dəxli yoxdur. Siz zəhmət çəkin, əriniz qulluq etdiyi idarəyə müraciət edin. İstəyirəm. Zaten mən 5 yerdə olmuşam. Hətta oralarda ərzəmi də qəbul etmirlər. Yeznəm Boris Matveyeviç sağ olsun ki, o sizin yanınıza gəlməyi məni başa saldı. Dedi, siz anam, Cənab Tutuçinin müraciət edir. Onlar çox hörmətli adamlardır. Onlar hər şey edə bilərlər. Kömək edin zaten. Biz sizin üçün heç bir şey də bilmərik. Təsəvvür edin, sizin əriniz hərbi tibbi idarədə qulluq edib. Burası bankdır, Kuzma Nikolaevich, xüsusi ticarət idarəsidir. Bunu başa düşmək çətin məsələ deyil axı. Zatenləri, mənim ərimin xəstə olması barəsində həkimdən şəhadətnaməsi var. Bax, buyurub baxın. Çox gözəl, mən sizə inanıram. İnanıram, ancaq təkrar edirəm, onun bizə dəxli yoxdur. Heç bir dəxli yoxdur. Hadi ben bilmirəm. Tatyana'nın dərəcəsi də Orada qulluqçulara mane olur. Qəribədir, hətta gülüncüdür. Necəni, sizin əriniz hara müraciət etməli olduğunu bilmir. O heç bir şey bilmir zat halləri. Kütün biridir. Ancaq bunu əzbərləyib ki, sənin için deyir, rədd ol buradan vəssalam. Təkrar edirəm xanım, sizin əriniz hərbi tibbi idarədə qulluq eləyib. Burası bankdır, xüsusi ticarət Bəli, başa düşürəm. Zat haliləri belə olan surətdə əmr edin ki, mənə 15 manat versinlər. Qalanını isə bir aydan sonra versəniz də razıyam. Andrey, belə getsəm mən məruzəni heç faktura bilmərəm. Bu saat sizi başa salmaq olmaz xanım. Bir anlayın ki, belə bir xahişlə bizə müraciət eləmək, boşanmaq haqqında apteka ya hamama ərzə vermək qədər qəribədir. Dayan əzizim bu saat! Dayan bu saat! Pulunuzu əski verirlər. Bunun bizə nə dəxli var bundan əlavə xanım? Bu gün bizim yubileyimizdir. Vaxtımız yoxdur, başımız qarışıqdır. Bağışlayın. Zat haliləri, mən yetimə yazılım istərsin. Mən zəif, havadar olmayan bir qadınam. Ancaq belə ayaqda durmağıma baxmayın. Bax, kirayəçilər də məhkəməyə döyüş, ərindən ötəri qayğı göstər. Bir tərəfdən də təsərrüfat işləri ilə məşğul olur. O biri tərəfdən də yeznəmi. Boris Matveyeviç'in qulluqdan çıxardıblar. Merçutkinə mən. Yox, bağışlayın, mənim hətta başım ədləndi. Mən sizinlə danışa bilmirəm. Siz həm bizə mane olursunuz, həm də əbəs yerə vaxt itirirsiniz. Kuzma Nikolaevich! Lütfen xanım Merçutkinəyə başa salın ki, xanım Merçutkinə müraciət edin. Sizə nə lazımdır? Mən zəif, havadar olmayan bir qadınam. Zahirən bəlkə də möhkəməm, ancaq ayaq üstə güclə dayanıram. Özü də ki, iştahım da yoxdur. Səhər qəhvə içmişəm, heç dadını da bilməmişəm. Mən sizdən soruşuram. Sizə nə lazımdır? Əmr edin mənə 15 manat versinlər. Qalanını isə sonra versəniz də eybi yoxdur. Sizin ağlınız başınızdadır ya yox? Axı mən özgəsinin pulunu istəmirəm, öz pulumu istəyirəm. Mən sizdən soruşuram.
Sizin ağlınız başınızdadır ya ne şeytana. Benim sizinle danışmağa vaktim yoktur. Benim müncür işim var. Rica edirəm. Bəs pul necə olsun? Bir sözle sizin başınız boştur. Bak. Budur. Öz arvadının başı boşdur. Mən quberniya katibinin arvadıyam. Mənimlə biraz ehtiyatlı olun. Rədd ol buradan. Özün rədd ol. Eğer sen bu saat çıkıp gitmezsen, ben bu saat alanların artıcı adam göndereceğim. Rədd ol! Yanıma çox! Səndən qorxan yoxdur. Buna bax. Axmaq. Diyesen bütün ömrümde senden iğrenç arvad görmemişim. Kan beynime vurdu. Ben sana bir de değilim. Eğer sen koca ifrite bu saat buradan reddolup çıkıp gitmesen ben seni ezip tuza döndüreceğim. Ben cinayet edebilirim. İtirək karvan keçə. Xox, qorxdum səndən. Zigir. Ben buna bakana bilmirəm. Halım xarablaşdı. O kadar arvad bırakıblar ki bütün bank dolup. Ben məruzə yaza bilmirəm, yaza bilmirəm. Mən özgəsinin pulunu istəmirəm, öz halal pulumu istəyirəm. Özü də qanunla. Buna bax. Buna bax, idarədə keçə çəkmə geyib. Donuz, donuz. Biz Brejnevskiyə müsamerəyə gitmişdik. Katya'nın əynində incə kırjıvalı mavi parçadan boyun açıq paltar vardı. Axı Katya saçlarını yuxarı daramaq çox yaraşır. Elə ki geyindi, saçları darandı, lap gözəller gözəli oldu. Bəli, Zat gözəllər gözəli. Bu saat bura gələ bilərlər. Zat aliləri. Daha ne istiyorsunuz? Size ne lazımdır? Zat aliləri, bax bu. Bax bu. Əvvəlcə öz alını taqqıldatdı, sonra da stolu. Siz ona əmr etmişdiniz ki, mənim işimi ayıb edəsin. O isə məni məsxərəyə qoyub cürbəcür ayıblı sözlər deyir. Mən zəif, havadan olmayan bir qadınam zat aliləri. Yaxşı xanım. Mən ayırt edərəm, tədbir görərəm, gedin, sonra... Mən də padagra başlayayım. Andrey Andreyiç emredin kapısının ardıcı adam göndersinler. Koy bunu reddelesin ifriteni. Yox, o zingilti qoparar. Bu evdə isə çoxlu mənzil var. Zat aliləri. Bakın ben üze yazmalıyam. Ben döşe bilmirəm, döşe bilmirəm. Zat aliləri. Zat aliləri. Əgər tibbi şəhadətnamə kifayət eləmirsə, mən dairədən də vəsiqə gətirə bilərəm. Zat aliləri, əmr edin mənə pul verin. Qəribə alçaq qadındır. Xanım, mən sizə dedim ki, bura bankdır, xüsusi ticarət idarəsidir, ticarət. Zat aliləri, əmr edin mənə, mən getmə pul versinlər. Axı, mənə çox lazımdır pul. Hay nənə, axı sizə dedilər ki, mane olursunuz. Siz doğrudan da nə qəribə adamsınız. Gözəllər gözəli. Fikrin özüge getməsin. Mənim qayğımı çəkən yoxdur. Adı var ki, yeyib içirəm. Ayaq üstə güclə dururam. Mən zəif, havadar olmayan bir qadınam. Siz nə qədər almaq istəyirsiniz? 24 manat 36 qəpik. Bax, budur. 25 manat. Alın və çıxın gedin! Gedin! Vaxt irəsiz, mən gərək evə gedəm. Ged evə, Ancaq əzizim. mən hələ sözümü tutarmamışım. Sözü... Ah, nələr oldu, nələr oldu. Hə, beləliklə biz Brejnevskiyə müsamerəyə getdik. Əlbəttə, Katinkanın aşıqı Grinzilevski də orada idi. Hə, mən Katinka ilə danışdım, ona dedim ki, ağlını başına yığ. Hətta ağladım da. O da elə orada müsamerədə Grinzilevski ilə danışıb onun təklifini rədd elədi. Mən fikirləşdim ki, hər şey artıq öz yoluna düşdü. Anamı sakit elədim, Katinkanı xilas elədim, indi özüm də sakit ola bilərəm. Ancaq sən bilən nə oldu?
oldu? Ne oldu? Biz şam yemeğinden biraz evvel xiyabanda gezirdik. Bir de gördük ki... gülle atıldı. Ay yok, ben bu barədə soyuqqanlıqla danışa bilmirəm. Bak bütün köşke tarafı yürüdük. Gördük ki Grindilovski yere serilip elinde de tapanca. Yox, mən buna dözə bilmərəm. Zavallılar. Sizə daha nə lazımdır? Zavallılar, mənim ərim əvvəlki qulluğuna qayıda bilməz. Bunu gören Katya yere yıkılıp özünden gitti. Hele Grindilovski özü de korkmuştu. Yere uzanıp zarıya hekim dalınca adam gönderilmesini xahiş edirdi. Tezliklə hekim geldi ve bədbəxti xilas elədi. Zat aliləri, mənim ərim əvvəlki qulluğuna qayıda bilməz. Zat aliləri. Yox, mən buna dözə bilmərəm. Andrey. Dözə bilmərəm. Zat aliləri. Qovun onu! Andrey. Yalvarırım sizə, qovun! Qovun! Rədd ol buradan. Onu yox. Bax onu, o ifritəni, bax onu! Rədd ol buradan. Rədd ol. Siz ne danışıyorsunuz? Deli olmuşsunuz nedir? Rədd ol. Şikəst edirəm. Qorxusunu söndürürəm. Rədd ol buradan deyirəm. Siz ne cüret ediyorsunuz? Qovun onu! Andrey! Şikəst edəcəyəm. Qorxusunu söndürəcəyəm. Onu yox, bax onu, o ifritəni! Rədd ol buradan. Tutun onu. Qovun. Öldürün. Şikəst edəcəyəm. Tutun. Öldürün. Kesin. Doğrayın. Kesin. Kesin. Şikəst edəcəyəm. Deputatsiya! Deputatsiya! Reputatsiya! Doğruyum. Verin onu mənə. Şikəst edəcəyəm. Kesin. Kesin. Çox hörmətli, əziz Andrey Andreyeviç. Bizim Maliyyə İdarəsinin keçmişinə nəzər salarkən, onun tədrici inkişaf yoluna zəhnin gözləriyle baxarkən, biz son dərəcə hoş təəssürat alırıq. Təəssürat alırıq. Doğrudur. Onun həyatının ilk günlərində əsas kapitalın az miqdarı, hər hansı ciddi bir əməliyyatın yoxluğu, Hamlet sualının bütün kəskinliyi ilə qoyulmuşdu. Ölüm ya olum. Olum ya ölüm. Hətta vaxtilə bankın bağlanması lehinə səslər də ucalmışdı. Lakin idarənin başında siz durdunuz. Sizin Biliniz. Güvveniz. Size has olan takt qeyri-adi müvəffəqiyyətə, nadir tərəqqiyə səbəb oldu. Ura. Bankın nüfusu, Bankın nüfusu. bankın nüfusu Bankın nüfusu. sizin tərəfinizdən elə bir yüksəkliyə qaldırılıb ki, indi biz hər bir xarici ölkə ilə rəqabət edə bilərik. Ura.
Okupasyon. Deputat. Akşam çağı iki dost yol gedirdi. Birbirine işler sohbet edirdi. Demek ki gençliğin mahvolup gedir. Kıskançlığım seni üzdür, incidir. Sonraki dövremiz objektif nəzər salarkən çox hörmətli Andrey Andreyeviç. Sonraki dövremiz obyektiv nəzər salarkən çox hörmətli Andrey Andreyeviç,